Xəbər verdiyimiz kimi Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli xəstəxanası qəzalı vəziyyətdədir. Belə ki, binanın müxtəlif hissələrində iri çatlar əmələ gəlib. Bu vəziyyət isə vətəndaşlarda ciddi narahatlıq yaradıb. Sumqayıt 24 azın sorğusuna təbibdən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan və Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən 3 nömrəli şəhər xəstəxanasının binası 1916-cı ildə inşa olunmuş tarixi tikilidir. Uzun müddətli istismar nəticəsində binanın bir sıra konstruktiv elementlərində aşınma halları müşahidə olunur. Mövcud vəziyyətlə bağlı aidiyyatı qurumlar tərəfindən əraziyə baxış keçirilib. Binanın texniki vəziyyəti yerində qiymətləndirilib. Baxış zamanı mövcud çatlar və digər texniki qüsurlar qeydə alınaraq müvafiq rəy formalaşdırılıb. Mövcud vəziyyət nəzərə alınaraq gələcəkdə həmin ərazidə müasir standartlara cavab verən yeni tibb müəssisəsinin inşası nəzərdə tutulur deyə məlumatda qeyd edilib.